Salam, xoş gördük sizləri əziz informatika sevənlər. Bugün biz sizinlə informatikanın ilkin anlayışları bölməsi ilə tanış olacağıq. Gəlin görək informatika özü hansı sözlərin birləşməsindən yaranmışdır, ümumiyyətlə nəyi öyrənir. İnformatika, informasiya və avtomatika sözlərinin birləşməsindən yaranmışdır və informasiya proseslərini öyrənən elmdir. Belə bir situasiya quracağam sizinlə. Meşədə hər hansısa bir ağac müəyyən prosesləri keçdikdən sonra evimizdə parketə, masaya, qapıya, stola çevrilir. Ancaq o gəlib bizim evimizdə parketə və ya stola çevrilməmişdən əvvəl müəyyən proseslərdən keçir. Eləcə də informasiyanı biz daha yaxşı başa düşmək üçün onun müəyyən proseslərdən keçiririk ki, həmin proseslərdən keçməsinə də yardımcı olan sözlər verilən və bilik anlayışlarıdır. İnformasiya termini ilə yanaşı biz bugün sizinlə verilən və bilik terminləri ilə də tanış olacağıq. Əgər bizə verilən hər hansı simvollar ardıcıllığının nə məna verdiyini biz başa düşmürüksə, bu bizim üçün verilən olur. Əgər yazılan həmin simvollar ardıcıllığının artıq nə məna verdiyini anlayırıqsa, oradan hər hansı bir məlumat alırıqsa, bu bizim üçün informasiyaya çevrilir. Bizim əlimizdə olan informasiyadan biz yeni bir nəticələr çıxarırıqsa, bu artıq bizim üçün biliyə çevrilir. Necə? Məktəbə getməyən hər hansısa bir şagirdə biz hal-hazırda ekranınızda gördüyünüz yazıları qarşısına qoysaq, o oradan heç bir şey başa düşməyəcək. Onun üçün sadəcə orada bir verilənlər var, nələrsə var. Amma onu oxuya bilməyəcək, anlaya bilməyəcək, məna çıxara bilməyəcək. Ancaq əgər həmin şagird artıq böyüyüb, məktəbə gedib, əlifbanı öyrənib və orada yazılan məlumatı oxuya bilirsə və o məlumat onun üçün yenidirsə, orada nəsə bir məlumat, belə xəbər əldə eləyirsə, özü üçün müəyyən bir şeyə sahib olursa, bu artıq onun üçün informasiyaya çevrilir. Əlimizdə olan mövcud informasiyadan istifadə edib yeni bir nəticə çıxarırıqsa, yeni bir məhsul ortaya qoyuruqsa, beynimizdə həmin o informasiyanı emal edib müəyyən bir yeniliklər qatırıqsa ona, bu artıq biliyə çevrilir. Misal üçün, sentyabrın 15-i, sabah sentyabr ayının 15-idir. Bu artıq sizin üçün bir informasiyadır. Məlumat verirəm ki, sabah sentyabrın 15-idir. Və siz bu informasiyadan istifadə edib özünüz üçün nəticə çıxarırsınız. Deməli, sabah məktəb açılır. Əgər sabah məktəb açılırsa, onda deməli yollarda tıxac olacaq. Sabah birinci siniflər yəqin ki, valideynləri ilə gələcəklər məktəbə. Bu o deməkdir ki, məktəb koridorlarında da tıxac olacaq və insan məktəbdə normadan daha çox olacaq. Sabah birinci siniflər məktəbə gəlir. Deməli, məktəbdə müəyyən sayda ağlayan uşaqlar görəcəyik biz. Yəni, biz sentyabrın 15-i olmağından görün nə qədər nəticə çıxartdıq və yaxud da ki, sabah sentyabr ayının 15-idir, bilik günüdür. Təqvimə baxırıq, deməli, sabah həftənin birinci günüdür. Yəni, biz buradan müəyyən biliklər, müəyyən məlumatlar özümüz üçün yeni bir şey ortaya çıxartmış olduq və bu da olur bilik. Onu da qeyd edim ki, informatika termini ilk dəfə fransızlar tərəfindən istifadə olunmuşdur və elmə daxil olmuşdur. Hal-hazırda da demək olar ki, geniş şəkildə istifadə olunur. Burada yenə də verilənlər informasiya və bilik haqqında əlavə məlumatlar qeyd olunmuşdur. Uşaqlar, verilənlər ümumi halda 4 qrupa ayrılır. Hesabi, mətin, məntiqi və göstərici. Hesabi tipli verilənlər rəqəmlərdir, rəqəm tipli verilənlərdir. Məsəl üçün, havanın temperaturunu biz deyirik ki, məsəl üçün, havanın temperaturu bugün 34 dərəcədir. Artıq bu 34 dərəcəni biz rəqəmlə qeyd edirik. Bu olur hesabi. Mənim adım Həcərdir. Bunu yazırıq. Bu olur mətin tipli, simvol tipli. Nöqtədir, vergüldür, sual işarəsidir. Bunlar hamısı, yəni ki, simvollara aiddir. Eyni zamanda hərflər. Bir də var məntiqi tipli. Məntiqi tipli verilənlərdə
məntiqi kəmiyyətlə ifadə olunur. True və ya false, yəni 1 və ya 0-la ifadə olunur. Bir də var göstərici. Göstərici tipli verilənlərdə isə vahidi belə deyim ki, yaddaş ünvanları ilə işləmək üçündür və proqramlaşdırmada istifadə olunduğuna görə proqram kodları ilə ifadə olunur. İnformatika elminin aşağıdakı tərkib hissələri var. 3 dənə tərkib hissəsi var. İnformatika elmində hardware və brainware var. Hardware aparat təminatıdır. Yəni ki, hardware-də kompüterin fiziki qurğuları, kompüterlərin nəsilləri, quruluşu, tərkib hissələri öyrənilir. Hansı qurğular onlara kompüterə qoşulur. Bunların hamısı hardware hissəsində öyrənilir. Sonra var software, proqram təminatı. Kompüterdə olan bütün proqramlar, onların təsnifatı, istifadə qaydaları, kompüterlərə yüklənən driverlər, bunlar hamısı öyrənilir software hissəsində. Bir də var brainware, bu da kompüterin algoritm təminatını öyrənən bölməsidir. İndi isə keçək növbəti hissəyə, informasiya anlayışı və informasiyanın əsas xassələri, informasiyanın formaları və təqdim olunma üsulları, informasiyanın növləri. Gəlin baxaq. Belə deyək, əvvəlcə mən istəyərdim ki, insan ətraf aləmdən hansı növ informasiya alır, onları sizə izah edim. Deməli, biz insanlar ətraf aləmdən öz duyğu üzvlərimiz vasitəsilə 5 növ informasiya alırıq. Gözümüz, qulağımız, burnumuz, dilimiz və dərimiz vasitəsilə biz informasiya ala bilirik. Gözümüz vasitəsilə aldığımız informasiya vizual informasiya adlanır. Qulağımız vasitəsilə aldığımız informasiya səs informasiyası, dilimiz vasitəsilə aldığımız informasiya dad, burnumuz vasitəsilə aldığımız informasiya qoxu və dərimiz vasitəsilə aldığımız informasiya taktil informasiya adlanır. Biz həyatda, yəni duyu üzvlərimiz vasitəsilə aldığımız informasiyanın 90%-ni göz, 9%-ni qulaq, yerdə qalan 1%-ni isə digər 3 duyğu üzvü vasitəsilə almış oluruq. Sonra gəlin indi qaydaq yuxarıya informasiyanın növləri ilə tanış olaq. İnformasiyanın xassələri ilə tanış olaq. İnformasiyanın aşağıdakı xassələri var. Obyektivlik, adekvatlıq, etibarlılıq, qiymətlilik, tamlıq, mövcudluq, faydalılıq, aktuallıq, dəqiqlik, əlçatanlıq və aydınlıq. Gəlin bir-bir informasiyanın xassələri ilə tanış olaq. Gəlin görək informasiyanın obyektivlik xassəsi nədir? İnformasiyanın obyektivlik xassəsi hər hansısa bir şəxsin şəxsi mühakiməsindən, şəxsi fikrindən asılı olmayaraq irəli yürüdülən məlumatdır. Məsəl üçün, mən deyirəm ki, bugün hava soyuqdur və mən üşüyürəm. Əslində bu obyektiv informasiya sayılmır. Bu subyektiv fikir sayılır. Çünki bu mənim şəxsi düşüncəmdir. Ola bilsin ki, mən üşüyən bir insan olduğum üçün mən üşüyürəm, amma mənim yanımdakı digər bir şəxs üşümür. Və yaxud da ki, deyə bilərəm ki, bugün hava çox sərin keçdi. Əslində sərin yox, qarşı tərəfə görə hava isti ola bilər. Və yaxud da ki, belə izah edeyim, elə sizin sinif daxilində bir situasiya yaradım. 2 nəfər şagird sinifdə mübahisə edir və müəllim həmin mübahisə zamanı sinifdə olmur. Sinifə gələn müəllim şagirdlərdən birini yanına çağırıb hadisənin necə baş verdiyini soruşur. Bu zaman hadisənin necə baş verdiyini soruşduğu şagird mübahisə edən şagirdlərdən birinin yaxın dostu olur. Və ona görə də əslində günah dostunda olsa belə dostunu müdafiə edir. Bu zaman informasiyanın hansı xassəsi pozulur? Təbii ki, bu zaman informasiyanın obyektivlik xassəsi pozulur. Ona görə ki, mübahisə zamanı mübahisədə iştirak edən şagirdlərdən biri hadisəni danışan şagirdin dostu olduğu üçün o obyektivlik xassəsini pozur və öz subyektiv fikrini irəli sürür. Ancaq obyektiv şəkildə məlumat əldə etmək o deməkdir ki,
Yəni şəxsin fikrindən asılı olmur, dəqiq məlumat olur o. Hamı tərəfindən eyni cür qəbul olunan məlumatdır. Misal üçün, desək ki, bu gün havanın temperaturu 34 dərəcədir. Artıq burada termometr vasitəsilə, ölçü cihazları vasitəsilə ölçülmüş dəqiq bir məlumatdan söhbət gedir. Ona görə də biz bilirik ki, burada informasiyanın təhrif olunması faktı yoxdur. Ona görə də informasiyanın obyektivliyini ölçmək üçün hər zaman ölçü cihazlarından istifadə etmək lazımdır. Əgər ölçülə bilən məlumatdırsa. Yox, əgər ölçülə bilməyən məlumatdırsa, misal üçün bayaq mənim səsləndirdiyim situasiya kimi, yəni sinifdə iki şagird arasında yaranmış mübahisə. O zaman obyektiv yanaşan şagirdin hər iki şagirdlə eyni münasibətdə olan bir şagirdin fikrini almaq həmin hadisəyə daha obyektiv yanaşma göstərəcək. Sonra var informasiyanın tamlıq xassəsi. İnformasiyanın tamlığı deyəndə nə başa düşürük? Obyektivlikdən danışdıq. İndi isə informasiyanın tamlığı. Biz hər hansısa bir yerdən, bir qurğudan, bir internet saytından və ya bir dostumuzdan məlumat alarkən o məlumatın bizim qərar verməmiz üçün, bizim hansısa bir işdə qərar verməmiz üçün bizə kifayət eləyirsə, həmin məlumat tam məlumat sayılır. Yox, əgər qərar verməmiz üçün tam kifayət etmirsə, deməli burada informasiyanın tamlığı xassəsi pozulmuşdur. Misal üçün, Bakıdan Bərdəyə gələn hər hansısa bir dostumuz bizə sabah vağzalda onu gözləməyimizi tapşırır. Ancaq həmin dostumuz bizə onun saat neçədə gələcəyini, neçədə vağzalda olacağını demir. Ona burada hansı xassiyə pozulmuş olur? Tamlıq xassəsi. Yəni biz dostumuzu qarşılamaq üçün gərək səhər tezdən duraq gedək, vağzalda onu gözləyək ki, görək o nə zaman gələcək. Yəni, amma o bizə desəydi ki, misal üçün sabah saat 11-də Bərdə avtovağzalında məni gözlə, o zaman daha dəqiq, daha tam məlumat, dəqiq deməyim, tam məlumat olardı. İnformasiyanın dəqiqliyi isə məlumatın vaxtında çatdırılması və belə deyim, doğru məlumatın çatdırılmasından asılıdır. Yəni bəzən biz özümüz də istəyərək və yaxud da ki, bəzən istəməyərək informasiyanın dəqiqlik xassəsini pozuruq. Yəni orada müəyyən yanlışlıqlar olur və bu da informasiyanın dəqiqliyini pozmuş olur. Sonra var adekvatlıq xassəsi, informasiyanın işin real, obyektiv vəziyyətinə uyğunluğudur. Necə? Həmin anda, həmin iş üçün bu informasiya bizə lazımdırmı, yoxsa lazım deyilmi? Həmin o situasiyada bizim işimizə yarayırmı, yoxsa yaramır? Adekvatlıq xassəsi ilə siz modelləşdirməni keçəndə, model anlayışını keçəndə qarşılaşacaqsınız. Adekvatlıq modeldə də var. Niyə? Ona görə ki, biz hər hansısa bir obyekti, məsəl üçün yer kürəsinin modelini yaradırıq, qlobusu yaradırıq. Həmin qlobus real obyektə nə qədər uyğundur, nə qədər bənzəyir, yer kürəsinə nə qədər bənzəyir, nə qədər oxşuyur, nə qədər onun real vəziyyətini əks etdirir. Yəni, adekvatlıq xassəsi obyektin realına, özünə, orijinalına nə qədər uyğun olduğunu müəyyən edir. Sonra var informasiyanın etibarlılıq xassəsi. Etibarlı informasiya adətən, belə deyim, dəqiq mənbələrdən və bir neçə dəqiq rəsmi mənbənin təsdiqlədiyi məlumat hesab olunur. İnformasiyanın etibarlılıq xassəsi nə zaman pozula bilər? Bəzən qəsdən, bəzən də səs-küy nəticəsində, bəzən də real faktın qiymətinin kiçildilməsi və şişirdilməsi zamanı. Sonra keçirik informasiyanın faydalılıq xassəsinə. Onun hər hansı bir məsələnin həllinə faydalı rolu varmı, yoxsa yoxmu? Yəni, bunun müəyyən edir faydalılıq xassəsi. Bizə lazımdırmı, lazım deyilmi? Sonra var informasiyanın aydınlığı, yəni başa düşənliyi, başa düşülürmü? Bizə informasiya verilərkən qarşı tərəf onu aydın şəkildə, tam doğru şəkildə bizə çatdırırmı? Biz onu başa düşürükmü?
Sonra var informasiyanın qiymətli aydınlıq həm də belə deyim də anlaşıqlılıq da deyə bilərik buna. Bu xassə informasiyanı qəbul edən şəxs tərəfindən dəyişir. Qəbul edən şəxsdən asılı olaraq dəyişir. Misal üçün, ingilis dilində bilməyən bir şəxs üçün ingiliscə yazılmış hər hansısa bir cümlə aydın deyil, anlaşıqlı deyil. Amma ingilis dilini bilən bir şəxs üçün yazılmış ingilis dilində olan cümlə artıq anlaşıqlı, aydın məlumat sayılır. Və yaxud da musiqi savadı olmayan bir şəxsə notlarla yazılmış hər hansı bir musiqini göstərsən, o oradan heç bir şey başa düşməyəcək. Ancaq musiqi savadı olan şəxs üçün həmin informasiya aydın, yəni anlaşıqlı sayılır. Bir də qiymətlilik həmin anda onu alana verilən problemin həllinə lazımdırmı? O adam onu həmin anda istifadə edə bilirmi? Bir də var informasiyanın aktuallıq xassəsi. Aktuallıq xassəsi də informasiya cari zamana nə qədər uyğun gəlir. Məsəl üçün, dünənin hava proqnozu ən aktual misal belə deyim, informasiya xassəsində hava proqnozudur. Dünənin hava proqnozu bugün bizim nəyimizə lazımdır ki? Artıq dünəndə qalıbdır. Dünən yağış yağacağını bilmək bugün bizə heç bir fayda vermir.